eləyə bilmədiyimi sən çıxdın elədin. Yəni, qıraqdan baxana hər şey asan görsənir. O setkanın içində o hava-havanı yaşamayıblar. Hərə bir tərəfdən fit çalır, hərə bir tərəfdən qışqırır, işıq yanır, sönür. Ora başqa atmosferadır. Yəni, sanki müharibəni görən adamlar bilir bunu. Yəni, mən özüm müharibədə olan bir insan kimi deyirəm ki, ölümlə qarşı-qarşıyasan. Sadəcə, burada əlində silah yoxdur. Burada sənin silahın sənin əllərindir. Yəni, bacarığın varsa, yəni, buradan, necə deyim, 15 dəqiqə, 25 dəqiqə vaxtın var. Sən buradan uzaq çıxa bilərsin. Ölüm səhnəsi başqadır, müharibə səhnəsi. Bura tam fərqlidir. Yəni, üzümü tutub buradan o insanlara demək istəyirəm ki, bir insana, necə deyim, bir insana xeyir verə bilmirsinizsə, o xeyir də mənəvi xeyirdən gedir. Yəni, yanaşmadan gedir. Yəni, bir insana negativ enerji də istər tofiq olmasın, istər Azərbaycanda şükür Allaha o qədər qeyrətli, namuslu, vicdanlı, o qədər idmançılarımız var ki, yəni döyüşürlər də, bu idman növündə irəliləyirlər də. Yəni, heç olmasın insanlara fikirlərinə, çəkdiyi şeylərə belə qiymət verin, əziyyət çəkirlər onlar. Gecəsini, sən gelib çayxanada oturub kiməsə fikir bildirəndə, o insan gecə-gündüz əziyyət çəkir, gedib bayrağını qaldırmaq üçün. Yəni, bu insanın ən azından sənə müqayisədə bunların fərqi daha çoxdur. Sonrasında bu şeylərə hörmətlə yanaşmaq lazımdır. Şəxsiyyətini hörmət eləməyə bilərsən. O bayraq qaldırırsa bizim hər birimizin borcudur. Mən döyüşdən qabaq da dedim ki, əgər damarında, canında, qanında Azərbaycan qanı axırsa, onlar öz döyüşçüsünə sahib çıxacaqlar. Onlar istər orada məğlub ol, istər orada qalib ol, ora çıxmağın özü artıq bir qalibiyyətdir. Hasan bir şey olsaydı, Azərbaycandan 3 nəfər insan çıxmazdı ora. Olardı bir 10 nəfər idmançı olardı orada. Deməli, bu hasan bir şey deyil. Əlbəttə. Çox insanın arzusudur UFC-yə düşmək. O UFC bəzi insanların, necə deyim, həm xəyalı ilə də yeyirdi, ona həm də xəyalların puç olan yeridir. Yəni, orada, üzr istəyirəm sözümə görə, efir vasitəsilə dönə-dönə, yəni, orada çaqqal yoxdur, orada hamısı canavardır. Düşmüsən canavarların içində, burada baş çıxarılmalısan. Yəni, çox dönə-dönə üzr istəyirəm efir vasitəsilə, həm auditoriyanın qarşısında oturan insanlardan da. Yəni, bu qədər belə, necə deyim, danışmaqda məqsəd odur ki, yəni, sadəcə insana mənəvi dəstək ola bilmirsinizsə, heç olmasa insana o, necə deyim, hörmətlə yanaşın. O insana xoşunuz gəlməsə də olar. Məcbur deyil hamının bizdən xoşu gəlsin. Sadəcə bayrağı qaldırdığına görə, sizi kimi o çayxanada bəzi insanlar ki var, otururlar, əllərinə Wi-Fi-yə qoşulurlar, oradan da kiməsə fikir bildirir. Mənim 36 yaşım var, mən hələ kiməsə girib, internetdə kiməsə bir dənə fikir bildirməmişəm. Hərənin öz yaşayış tərzi var, hərənin öz fikri var, hərənin öz planı var yaşamaq üçün. Onun üçün də, qardaş, hərənin tutduğu mövqeyə hörmətlə yanaşmaq lazımdır. Olmaz belə şeylər. Nəinki Tofiq, başqa idmançılar var, görürəm ki, onları hövsələdən çıxardırlar. Bəli, olmaz belə şeylər olur.